bürcü 13 dekabr 2025-ci il. Həmkarlarla və rəhbərliklə ünsiyyət asan olmayacaq. Bəzi qoşullar konfliktlərin və kəskin mübahisələrin qarşısını almaq üçün bütün diplomatiyalardan istifadə etməli olacaqlar. Əgər kəskin məqamları yumşaltmağın və kompromisə gəlməyin yolunu tapsanız, kiçik fikir ayrılıqları məhsuldar işə mane olmayacaq. Hətta sizi bəzi hallarda əvvəllər heç kimin ağlına gəlməyən optimal qərarın qəbuluna kömək edəcək. Yeni layihələrə başlaya bilərsiniz, amma əvvəlcə gücünüzü düzgün qiymətləndirmək vacibdir. Harada yardım lazım ola biləcəyini əvvəlcədən başa düşüb, vaxtında müraciət etsəniz, xoşa gəlməz situasiyalardan qaça və enerjinizi qoruya biləcəksiniz. Bugünkü gün enerjiniz adi günlərdən bir qədər az ola bilər. Buğa bürcü 13 dekabr 2025-ci il. Gün bəlkə də ən asanı olmayacaq, amma sizə çox dəyərli təcrübə qazandıracaq. Bugün öyrəndikləriniz yaxın zamanda mütləq işinizə yarayacaq. Başqalarının səhvlərinə diqqət etmək və onları analiz etmək də faydalı olacaq. Bu, gələcəkdə yeni xətaları təkrarlamağının qarşısını ala bilər. Xüsusilə bu, peşəkar fəaliyyətlərinizlə bağlıdır. Ona görə həmkarlarınızın nə etdiyinə və hansı nəticələr aldığına diqqətlə baxın. Əgər belə bir hadisədə çalışırsınızsa ki, yaradıcı yanaşma uğurun əsas şərtidir. Bugün tamamilə yeni bir layihəyə başlamaqdan çəkinməyin. Tezliklə cəsarətli ideyalarınızı həyata keçirməyə imkan verən əla fikirləriniz yaranacaq. Lakin fəaliyyəti daha çox diqqət və dəqiqlik, səliqə tələb edən buğalar üçün tanış tapşırıqlara fokuslanmaq daha məqsədə uyğundur. Əkizlər bürcü 13 dekabr 2025-ci il. Günə çətin tapşırıqların həlli ilə başlamaq daha yaxşıdır. Bu, uğur qazanmaq şansınızı artıracaq. Sürətli hərəkət etməyiniz və əsasən yayınmamağınız rəqiblərinizi arxada qoyacaq. Başqaları tərəddüd edərkən siz bir neçə mühüm addım atacaq və məqsədə ya çatacaq, ya da çox yaxınlaşacaqsınız. Təcrübəniz az məlumatla belə düzgün nəticə çıxarmağınıza kömək edəcək. Günün ikinci yarısı şəxsi işlər üçün əlverişli olacaq. Yaxınlarla ünsiyyət birgə planları müzakirəsi yaxşı keçəcək. Sizin ideyalarınıza əvvəllər spesifik yanaşanlar belə bu dəfə sizi dəstəkləyəcəklər. Xərçəng bürcü 13 dekabr 2025-ci il. Vacib bir işdə uğur qazanmaq şansınız olacaq. Lakin bunun üçün ən ciddi maneəni hər şeyi sonraya saxlamaq istəyinizi aşmalısınız. Unutmayın, bəzi işlər gözləyə bilər, amma böyük qələbələr üçün dərhal hərəkət etmək lazımdır. Qətiyyətli davranışınız ətrafınızdakılarda güclü təəssürat yaradacaq. Sizə əvvəllər şübhə ilə yanaşanlar yanıldıqlarını anlayacaqlar. İlk uğurlardan sonra gücünüz artacaq, əhvalınız yaxşılaşacaq. Bu, yaxınlarınıza dəstək olmaq, çətin vəziyyətdə olanlara kömək etmək üçün münasib vaxtdır. Eyni zamanda istirahət etmək və xoş vaxt keçirmək fürsətiniz də olacaq. Romantik xərçəngləri isə təşəbbüs göstərdikləri halda unudulmaz bir axşam gözləyə bilər. Şir bürcü 13 dekabr 2025-ci il. Günün ilk yarısı köhnə işləri başa çatdırmaq və uzun müddətdir düşündüyünüz məsələləri həll etmək üçün uyğundur. Mümkündür ki, uzun sürən danışıqlar və ya hüquqi proseslər sizin xeyrinizə nəticələnəcək. Bəzi şirlər çox sərfəli əməkdaşlıq təklifləri alacaq və ya böyük maaşlı işə dəvət ediləcəklər. Günün ikinci hissəsində yaxınların dəstəyinə daha çox ehtiyac duyacaqsınız. Lakin bu dəstəyi yalnız problemlərinizi bölüşəndən sonra ala biləcəksiniz ki, bu da bəziləri üçün asan olmayacaq. Qız bürcü 13 dekabr 2025-ci il. İşlərdə göstərəcəyiniz qətiyyət sizə böyük uğurlar qazandıracaq. Nəhayət ki, uzun müddətdir həyata keçirməyi gözləyən əla ideyanı reallaşdırma imkanı yaranacaq. Məqsədyönlü davranışınız ətrafınızdakılara güclü təsir bağışlayacaq. Onlar sizə kömək etmək və faydalı məlumat paylaşmaq istəyəcəklər. Gün nə qədər gərgin olsa da yorğunluq hiss etməyəcəksiniz. Hər görülən iş sizə daha çox enerji verəcək və irəli getməyə həvəsləndirəcək. Bu enerjini həm özünüz, həm də başqaları üçün yaxşılığa yönəldə biləcəksiniz. Tərəzi bürcü 13 dekabr 2025-ci il. Bugün qətiyyətdən çox ehtiyat və müdriklik tələb olunur. Vacib bir iş planlaşdıran tərəzilərə strateji, düşüncə və addımların nəticələrini öncədən hesablamaq kömək edəcək. Belələri uğursuz layihələrə qoşulmayacaq. Riskli işlərdən uzaq duraraq məqsədlərinə ən doğru yolu seçəcəklər. Ətrafdakılarla ünsiyyət hər zaman asan olmayacaq. Bu, sizi yaxşı tanıyan insanlara da aiddir. Sakit və nəzakətli davranmaq gərginliyin azalmasına kömək edəcək. Eyni zamanda təxribatlara uymamaq, tələsik vədlər verməmək də vacibdir. Əqrəb bürcü 13 dekabr 2025-ci il. Bugün işgüzar ünsiyyət və gələcək layihələrin müzakirəsi üçün uyğundur. Günün ilk yarısında görüşlər yaxşı keçəcək. Potensial tərəfdaşlar sizin ideyalarınıza maraq göstərəcəklər. Bəzi əqrəblər uzaqdan xoş xəbərlər alacaq və yaxşı gəlir gətirəcək. Məlumat əldə edəcəklər. Əsas odur ki, detallara diqqət edəsiniz. Tələsik qərarlar verməyəsiniz. Günün ikinci yarısı ev işlərinə və ailə məsələlərinə həsr olunmalıdır. Bu səbəbdən bəzən əyləncə planlarını təxirə salmalı olacaqsınız. Lakin problemləri həll etdikdən sonra yenə də xoş vaxt keçirə biləcəksiniz. Ox atan bürcü 13 dekabr 2025-ci il.
Günün əvvəlində hər şey uğurla alınacaq. Bu vaxtı maksimum səmərəli keçirin. Uzun müddət üzərində işlədiyiniz layihələri tamamlaya və yeni perspektivli işlərə başlaya bilərsiniz. İşlə bağlı yaxşı xəbərlər gözlənilməz təkliflər almaq mümkündür. Ehtiyatlı davranmağınız səhvlərdən qoruyacaq. Günün ikinci yarısı daha zəif olacaq. Özünüzü əvvəlki qədər enerjili hiss etməyəcəksiniz. Görüşləri ləğv etmək və ya tək qalmaq istəyiniz arta bilər. Lakin nəyin gözləyə, nəyin təcili olduğuna düzgün qərar vermək vacibdir. Oğlaq bürcü 13 dekabr 2025-ci il. Bugün cazibədarlığınız və insanlarla yaxşı yola getmək bacarığınız sizə böyük üstünlüklər verəcək. Bu keyfiyyətləriniz sayəsində nüfuzlu şəxslərin dəstəyini ala və ya yeni güclü müttəfiqlər tapa bilərsiniz. Fikirlərinizi bölüşmək və təşəbbüskar olmaq müsbət qarşılanacaq. Şəxsi həyatda da müsbət tendensiyalar hiss olunacaq. Xüsusilə iş yerində başlayan tanışlıqlar qısa zamanda ciddi münasibətə çevrilə bilər. Günün ikinci yarısı yaxınlarla birlikdə xoş vaxt keçirmək üçün əlverişlidir. Dolça bürcü 13 dekabr 2025-ci il. Günün əvvəlində diqqətli olun, tələsik qərarlardan qaçın. Səhvlər etmək və ya vacib detalları gözdən qaçırmaq riski var. Yaxınlarınız və təcrübəli həmkarlarınızın məsləhətləri çox faydalı olacaq. Bəzi dolçalar illüziyalardan xilas olmağın vaxtının çatdığını anlayacaqlar və bu yeni imkanların açılmasına səbəb olacaq. Günün ikinci yarısı ünsiyyət üçün uyğundur. Peşəkar tədbirlərdə iştirak sizə həmfikirlər tapmaq, maraqlandığınız mövzuları müzakirə etmə imkanı verəcək. Könül dostlarla özlərini xatırlada bilərlər. Balıqlar bürcü 13 dekabr 2025-ci il. Gün ciddi problemlər gətirməsə də çoxları səbəbini anlamadığı daxili narahatlıq hiss edə bilər. Tanış işlərlə məşğul olmaq, praktik məsələləri həll etmək bu hissi azaltmağa kömək edəcək. Yeni işlərə başlamaq da olar. Amma yaxınlıqda kömək istəyə biləcəyiniz insanların olması yaxşıdır. Yaxınlarla münasibətlərə diqqət edin. Hər hansı anlaşılmazlıq yaranarsa dərhal aydınlaşdırmaq lazımdır. Bu gizli incikliklərin qarşısını alacaq. Daha səmimi söhbətə şərait yaradacaq. Sevdiyiniz insanın sizinlə bölüşmək istədiyi, amma çətinliklə ifadə etdiyi nələrsə ola bilər. Buna həssas yanaşın.